Gün ay olaraq sizi salamlayırıq və vaxt itirmədən ilk həkim qonağımızı sizə təqdim etmək istəyirik. Bu, dəyərli Məlahət xanımdır. Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova. Xoş gördük sizi Məlahət xanım. Çox sağ olun. Necəsiz? Teşekkür edirəm, çox yaxşı, sağ olasınız. Hər zaman yaxşı olasınız, əhval-ruhiyyəniz gözəl olsun. Bugün də bilirəm ki, çox faydalı bilgilərlə, faydalı məlumatlarla tamaşaçılarımıza mesajlar ötürəcəksiniz. Bəli, saçlarımız çünki bizim üçün çox önəmlidir. Həqiqətən saç qadının ən gözəl aksesuarıdır, qadının yaraşığıdır. İstər bəylər olsun, istər xanımlar olsun, saç həqiqətən çox önəmlidir. Və mən deyərdim ki, illər öncə bəlkə də bəylər buna o qədər diqqət yetirmirdi, amma bugün bəylər xanımlardan çox daha çox saçlarına... Maşallah olsun. Düşünürəm ki, estetik görünüş də çox önəmlidir. Əlbəttə, insanın səhər-səhər yuxudan durub evdən çıxan zaman o güzgüyə baxanda olan əhval-ruhiyyəsi önəmlidir. Və saç çox şey həll edir. Bəli. Günü uğurla başa vurmaq üçün, gözəl görünmək üçün saçlarımız gözəl olmalıdır. 100% belədir. Tam razıyam sizlə və mən Məlahət xanıma təşəkkür etmək istəyirəm ki, məhz bu mövzuda bugün sizin qarşınızda çıxış edəcək. Saç tökülməsi ilə bağlı bizim izləyicilərimiz həddindən artıq çox suallar verirlər və hər yaş qrupundan olan həm bəylər, həm xanımlar saç tökülməsindən əziyyət çəkir. Xüsusən də mövsüm dəyişkənliyi dövründə və adətən də xroniki olaraq bu saç tökülməsindən əziyyət çəkən insanların müxtəlif suallar narahat edir. O sualların hamısına dəyərli Məlahət xanım cavab verəcək. Amma öncə mən istəyirəm doktorumuzun əlaqə nömrələrini qeyd edeyim. Ekranlarınızda da görürsünüz 051 388 70 70 və şəhər nömrəsi də aktivdir 012 541 70 70. Nərgiz Tibb Mərkəzi bilirsiniz ki, Bakıda TQDK-nın yanında Sabit Rəhman küçəsi 11-də yerləşir və Instagram səhifəsində də ekranlarda görürsünüz və bizim Məlahət xanım tibb elmləri doktoru, Nərgiz Tibb Mərkəzinin baş həkimi, Azərbaycan Fitoterapevtlər İctimai Birliyinin sədridir, 4 kitabın müəllifidir, 23 patentə sahibdir. 20 dekabr 2022-ci ildə İngiltərədə Oxford Liderlər Sammitində ixtiralarına görə Oxford Birliyinin fəxri professoru diplomu ilə və qızıl medalı ilə təltif olunub. 6 mart 2023-cü ildə Prezident cənab İlham Əliyev tərəfindən tərəqqi medalına layiq görülüb və müalicə etdiyi xəstəliklərlə də bağlı çox suallar verirsiniz. Hamısına aydınlıq gətirəcəyik, amma bir xatırlatmamız var. Gəlin ötən verilişimizdən hazırlanan bu xatırlatmanı izləyək. Dərhal sonra bugünkü mövzumuza keçid edəcəyik. Artıq doktorumuz elan etdi. Saç tökülməsindən və saç xəstəliklərindən danışacağıq. Parazitar xəstəliklərdən danışacağıq, həm uşaqlarda, həm böyüklərdə. Həqiqətən də bugün çox geniş yayılmış bir mövzudur. Parazitar xəstəliklər bir çox xəstəliklərlə yanaşı gedişli ola bilir və bir çox xəstəliklərin törənməsinə də səbəb ola bilir. Qurd növləri də təbii ki, bir çox məhsullardan keçə bilir. Əgər bugün yeni qaydalara nəzarət olunmursa, qida rasionuna normal nəzarət olunmursa, bu qurdların yaranması çox asandır. Görürsünüz ki, tez hər bir şeyə reaksiya verir, qıcıq yaranır, baş ağrısı olur, ürək bulanması olur, yuxudan durur, halsız, yorğun, heç nəyə həvəsi olmur. Boydan çəkidən geri qalma olur. Bəli, boydan çəkidən də çox doğru vurğuladınız, belə uşaqlar geri qala bilir. İnsanlar onları çox önəmsəmir. Amma fikirləşmirlər ki, bunlar uşağın gələcəyinə nə qədər zərər verir. Anemiyanı yarada bilir. Xırda mikro qanaxmalara belə gətirib çıxara bilir. Sağlam olmaq təsadüf deyil, düzgün seçimlər bizdən tələb edir və bu saç tökülməsində, saç xəstəliklərində düzgün seçimlər nələrdir? Onları biləcəyik. Saç xəstəlikləri nələrdir və onların əsas növləri hansılardır? Bu barədə bizim dəyərli doktorumuz məlumat verəcək. Baxın, saçın tökülməsi dedikdə insanlar hamı ümumilikdə saçım tökülür deyə müraciət eləyə bilir. Amma saç tökülməsinin çox səbəbi var və hərədə bir səbəbdən tökülə bilər. Hamı da eyni səbəbdən tökülməyə bilər. Bilirik ki, saçın yerli xəstəlikləri də var. Burada sebariyalardır, dəmirovlardır, alopesiya xəstəliyidir, patogen mikroblardır, göbələklərdir. Bunlar bugün çox gündəmdədir və aktivdir. İstər böyüklərdə, istər yaşlı nəsildə, istər uşaqlarda bu bugün daha çox qabarıq görünə bilir.
Ümumiyyətlə deyərdim ki, son illərdə uşaqlar arasında alopecia xəstəliyi çox yaygındır və çox tez-tez rast gəlinir. Alopecia həqiqətdə elmə tam məlum olmayan saç xəstəliyidir ki, bu da bir neçə qrupa bölünür ki, rubcovo alopecia, çapıqlaşmış alopecia, total alopecia, yəni ocaqlı tökülmələr. Bunlar hamısı alopecia xəstəliyinin tam dazlaşmaya gətirib çıxarır ki, xəstələrdə tam keçəlləşməyə qədər gətirib çıxara bilir. Alopecia xəstəliyi uzun illər davam edə bilər və xəstədə müəyyən saç tökülməsi yarana bilər ki, bu bir dəfə siqnal olaraq orqanizm mübarizə aparır. Bir dəfə 2-3 yerdən ocaqlı tökülmə olur və xəstə arxayın olur ki, bir müddət sonra ya xırda bir müdaxilə ilə, ya nə ilənsə bu bərpa oldu. Amma illər keçir, yenə də təkrarlanır. Və kişilərdə ən çox da üz nahiyəsində, saqqal nahiyəsində ocaqlı tökülmələr yaranır ki, bu da uzun müddət davam edə bilir və sonradan get-gedə saçda özünü göstərə bilir. Bu, adətən belə olur ki, orqanizm mübarizə aparır, immun sistemin sayəsində bir müddət bu davamlı olaraq davam edə bilir. Amma xəstələr bundan arxayınlaşır ki, töküldü, çıxdı, töküldü, oldu, müvəqqəti oldu, keçdi. Bəzən uzun müddət sonra bu ocaqlı tökülmələr qalıcı olmağa başlayır. Müəyyən hissədən başlayır tökülməyə və bu tökülmə nəticəsində xəstə görür ki, bu ocaq get-gedə böyüyür. Bu tökülmüş hissə böyüməyə başlayır və sonradan bir neçə yerdə ola bilir. Bəzən xəstələr müraciət eləyən zaman deyir ki, mən bir neçə yerdə müalicə almışam, amma effekt görməmişəm. Təbii ki, alopeciyanın müalicəsi uzun müddətlidir və daxili orqanlarda gedən patologiyanı tam araşdırmadan apardıqda o nəticə verməyə bilər. Bizdə xəstələr var ki, uzun müddət, məsələn, alopeciyadan əziyyət çəkir, klinikaya gəlir və istəyir ki, 2 aya, 3 aya müalicə olsun. Heç vaxt alopeciya xəstəliyini siz 2-3 aya, 5 aya belə müalicə, hətta illər də çəkə bilər. Çünki bu xəstəlikdən illər də əziyyət çəkirlər, amma tez qurtulmaq istəyirlər. Onu da vaxtında da nəzərə almalıdırlar. O proses varsa, məsələn, 5 ay, 6 aydır, haradasa bir ocaqlı tökülmə yaranıb. Bu tökülmə yaranırsa, bu demək saçda proses var. Başlayıb artıq. Bəli. Sabah bir başqa yerdən də tökülə bilər. Hətta müalicə alan zamanda xəstələrdə, orada xəstə tüklər varsa, o tüklər gedir. Çünki mən bundan çox rastlaşıram. Xəstələr gəlir, deyir, mən getdim filan yerdə müalicə aldım. Orada gedib müalicə alandan sonra daha çox töküldü. Bu tökülmə, səndə proses var və bu davam eləyə bilər. Qaşda tökülür, kiprikdə tökülür, bütün bədən boyu tüklər tökülür, tüklü nahiyələrdən tam tüklər tökülə bilir və tam keçəlliyə qədər apara bilir. Tam dazlaşma olur. Məsələn, bax bu fotodakı kimi. Bəli, burada o xəstənin saçları maşallah indi daha çox uzanıb, o laf təzə-təzə vaxtıdır. Amma bu dazlaşma, bəli, tamamilə keçəlliyə... Bu uşaqda qaşlar da tökülür. Bəli, bütün uşaqlarda deyil, böyüklərdə də, xəstələrdə də. Yəni saç tökülürsə, qaş da tökülür. Bəli, qaş da tökülə bilər. Məsələn, onu orqanizmdən asılı olaraq bəzi insanlarda dayandırmaq olur zamanında. Bəzi insanlarda müalicə gedə-gedə də bu tökülmə müşahidə oluna bilir. Amma xəstələr onu elə qəbul eləmir. Xəstə deyir ki, mən getdim, müalicə aldım, hansısa həkimin yanında mənə meza vurdu, mənə nə bilim hansısa xəstəlikdən müalicə elədi, mənim saçımın hamısı töküldü. O həkimin günahı deyil. Sənin orqanizmində bu proses varsa, bu davamlı olaraq gedəcək. Yəni bu həkimin müalicəsi sayəsində tökülmür. Təbii, həkim də istəyir yardım etsin. Amma xəstələr bunu yanlış anlayır. Ona görə belə xəstələr çox müraciət eləyir bizə və müalicə zamanı uzun müddət o vitamin balansını bərpa eləməyincə, orqanizmdə hormonal balans normal olmasa, məsələn, zob deyirik də, şitavitka zobdur, tiroidləri müalicə etmədən məsələn, nəticəni almaq olmaz. Testosterondur, prolaktindir, bəzən kortizoldur, estradiol. Bu hormonların yüksəlməsi və ya azalması özü belə saça təsirini göstərir. Stres faktorları var, mədə-bağırsaq xəstəlikləri var, parazitar xəstəliklər var. Bu səbəblərdən də tökülmələr var. Amma baxın,
İnsanlar fikirləşir ki, mən getdim bu müalicəni aldım, ya hər hansı bir yuyucu vasitədən istifadə eləyəcəm, hər hansı bir şampundan istifadə eləyəcəm, mənim saçlarım düzələcək. Şampunlar ümumiyyətlə yuyucu vasitədir. Şampunun heç bir müalicəvi əhəmiyyəti yoxdur. O saç əgər tökülürsə, sən şampunla, yumaqla o saçı dayandıra bilməzsən. Yəni, xaricdən müdaxilə təmizlənmədir sadəcə. Bəli, amma elə insanlar var ki, burada tək alopesiyadan getmir söhbət. Alopesiya uzun müddətlidir və heç elmə də tam onun səbəbi məlum deyil. Deyilənlər hamısı versiyalardır və onun üzərindən müalicələr aparılır ki, bu da insanlarda müxtəlif nəticələr verə bilir. Elə insanlar var ki, uzun müddət illərlə müalicə alır, amma nəticəni ala bilmir. Elə insanlar da var ki, 8 aya, 1 ilə 3 aya heç vaxt ola bilməz, o mümkün deyil. Məsələn, 8 ay ən azı folikulun yetişməsi 3 ay çəkir. Yəni, bir saç folikulunun yetişməsi ən az necə ana bətnində uşaq 9 aya əmələ gəlirsə, deməli, bir tük folikulunun yetişməsi, folikulu 3 aydan tez yarana bilməz və onun çıxması, onun uzanması xəstələrdə zaman alır. Təbii. Və bizim götürdükdə bütün xəstəlikləri ən deyərdim çətin müalicə üsulu elə məhz saçlardadır. Saçın müalicəsində insanlar nə qədər istəsək də, məsələn, bizim uzanan saçlarımız ay ərzində nə qədər uzana bilər? Maksimum 1 santimetr. 1 santiyə də çatmır. 0,8. Çox az, məsələn, ola bilər. Məsələn, istər dəridə olan səpkilər, qızartılar, yaralar, tük dibinin iltihabı, bunlar özü də saça zərər verir. Saç dərisi sağlam olmadıqda, dəri sağlam olmadıqda, təbii ki, o tükləri saxlaya bilməz. Dəri sağlam olmalıdır ki, o tükləri saxlasın. O baxımdan da saçın tökülməsində uzun müddət müalicə tələb olunursa, orada gigiyenik qaydalar önəmlidir, vitamin terapiyası önəmlidir, mədə-bağırsaq önəmlidir. Əgər bir xəstədə, məsələn, uşaqlar gəlir. Uşaqlarda biz baxırıq ki, uzun müddət müalicə alır, amma nəticə yoxdur. Amma müayinə zamanı aşkarlanır ki, uşaqda parazit var, uşaqda vitamin çatışmamazlığı var, autoimmun xəstəliyi var. Bunların hamısı önəmlidir. Əgər bir saç daxildən qidalana bilmirsə, bu daxili orqanlarda vitamin D əskikliyi var, sinkin əskikliyi var, B9 foltursunun əskikliyi var, B12 ya dəmir çatışmamazlığı var, kalsium, maqni, dəmir, fosfor, bunların hamısı incələnir. Və bu zaman xəstələrdə onlar bərpa olmazsa, saçın qidalanma balansı yoxdursa, saç nə ilə inkişaf eləyəcək? İnsanlar bəzən mümbit şərait olmayacaq onun yetişməsi üçün. Adi toxumu əkdikdə necə biz çalışırıq ki, toxum bərpa olsun, yaxşı qidalansın ki, yaxşı torpaq zəngin olsun, suyu olsun. Saçın qidalanması da orqanizm üçün çox önəmlidir. Bəzən insanlar fikirləşir ki, mən getdim, hər hansı bir vasitədən istifadə etdim. Bu yuyucu vasitələrdir, istər məsələn mezoterapiyalardır, plazma liftinglərdir. Bunların hamısı müvəqqəti xarakter daşıyır. Əgər daxili orqanların hər hansı bir patologiyası varsa, hər hansı bir xəstəliyi varsa, burada onları bərpa etmədən saçda nəticə almaq mümkün deyil. Məsələn, irsi dəmir çatışmamazlığı olan insanlar var, talasemiya daşıyıcıları var. Ya məsələn, xəstələr var ki, uzun müddət vitaminləri qəbul edir, amma analiz zamanı biz baxırıq ki, orada demək olar ki, analizlərdə müəyyən çatışmamazlıqlar var. Onları aradan qaldırmadan siz saçlarınıza istədiyiniz müalicəni ala bilməzsiniz. Saçları hamı bəsit baxır. Məsələn, bir 10 il, 20 il qabaq, bəlkə də bir 15 il qabaq, heç kim saça bu qədər önəm vermirdi. Heç kim saç haqqında bu qədər narahat olmurdu. Yalnız saçını itirənlər narahat olurdu. Bəli, itirməyənlər o qədər. Ən çox tam keçəli. Baxın, androgen tipli tökülmə, kişi tipli tökülmələr var. Qabaq hissədən adətən daha çox tökülmələr müşahidə olunur ki, bu insanlarda da, məsələn, ən çox kişilərdə bu daha çox nəzərə çarpır. Amma doktor, indi xanımlarda da çoxdur. İndi elə ona gətirirəm ki, yəni xanımlarda da bugün qabaq nahiyədən saçların tökülməsi, yəni bu kişi tipli tökülmə, androgen tipli tökülmə bugün çox aktualdır. Baxın, həddindən artıq gələn xəstələrdə nəyi müşahidə etmişik? Ximikatlara üstünlük verilir, qaynaqlara üstünlük verilir. Saç başında o qədər zəifdir ki,
qaynaq qoyub. Qaynaq da. olan qalan tükü də aparır. Sağlam saç olsa eyb yox. Yenə də demək olar. Tab gətirəcək. Hə, amma o zəif saçlar, tük kökü qidalanmırsa, orqanizmin gücü çatmırsa bu saçı Aslında o saxlamağa. insanlar istəyirlər ki, saçları daha gür görünsün deyə bu addımı Amma tam atırlar. olanı da məhv eləyirlər. Bəli, doğru müalicə, yəni doğru mütəxəssisə müraciət etmək şərtdir bu halda. Saçın tökülməsi çox səbəbdən olur. 10 xəstə gəlir, bayaq dediyim kimi, onun da tökülmə səbəbi fərqlidir. Bəzi insanlar deyir ki, biz, məsələn, mənim zobum var, məndə saç tökülür, amma bacımın da zobu var, onda tökülmür. Onun immun sistemindən səninki eyni ola bilməz. Hər bir orqanizm fərdi olaraq yanaşılmalıdır və bu müalicələr də çox dəqiq və düzgün aparılmalıdır. Və o müalicə ki, lazımı dərəcədə müayinə olunub, aşkarlanmır, aparılırsa, burada təbii ki, təkrar müalicə. Bəzən xəstələr gəlir, saçları bərpa olur. Bilirsiniz ki, zavrun verilişində mənim saç tökülməklə olan xəstələrim çoxdur. Elə bir çox fotolar da var, hansı ki, o uşaqlar. Bəli, elə deyərdim ki, bütün buradakı fotoların əksəriyyəti oradan olan uşaqlardır. Çünki çox zaman istəmirlər üzlərinin görünməyini, amma baxın, tam olaraq saç tökülüb və nəticə uşaq yaşda. Mən sizə bir söz deyim ki, əgər zamanında, vaxtında müalicələr düzgün aparılırsa, o bərpa olunursa, effekt almaq mümkündür. Baxın, əgər bugün biz saç tökülməsindən danışırıqsa, insanlar o qədər saça həssasdır ki, gələn xanımlar, məsələn, bizdə olub ki, gəliblər çox gözəl saçları bərpa olub. Bunu daha gür, daha gözəl olmaq üçün hər hansı bir vasitədən istifadə etməyə çalışıblar. Bir də gəlib ki, getdim filan yerə müalicə aldım, təkrar saçım tökülməyə başladı. Ona görə ki, daxildən olan müalicə önəmlidir. Daxili müalicə düzgün aparılarsa, siz o effekti ala bilərsiniz. Amma yerli olan müalicələr, o mezadır, bunlardır. Bunlar sağlam saçlar üçün çox gözəldir və mən də profilaktik olaraq tövsiyə eləyərdim. Amma xəstə saçlar üçün bunlar o qədər də əhəmiyyət kəsb eləmir. Heç bir əhəmiyyəti yoxdur bunların. Çünki birinci problem tapılmalıdır, diaqnoz doğru olmalıdır. Daha sonra doğru müalicə üsulu seçilməlidir peşəkar həkimlər tərəfindən. Bir də doktor, belə bir sual yazır izləyicilərimiz daha çox. Belə bir düşüncə var. Mən bilmirəm, bu yanlış düşüncədir, doğru düşüncədir ki, məsələn, 4 ildən sonra əgər saç tökülməsi müalicə olunmursa, tam olaraq saç keçəlləşibsə, dazlaşıbsa, onu geri qaytarmaq olmur. Olurmu, yoxsa olmur? Yox, baxın, elə xəstələrimiz olub 20 il sonra da saçlarını bərpa eləmişik. Elə xəstə olub 16 il, 18 il, 20 il olan xəstələrimiz var ki, bərpa eləmişik, olublar. O da yenə orqanizmdən asılıdır. 10 nəfərin içindən 8-ində, 5-ində, 3-ündə ola bilər. Yəni, hər kəsin orqanizmi eyni deyil. Məsələn, bu yaxından Şamaxıdan bir dənə xəstəmiz vardı. Çox gözəl saçları gəlmişdi. Bu saçlarla şəkilləri də var, şəkillərini də çəkdirdi. Çox gözəl saçları gəldi. Sonra kimsə buna tövsiyə eləyib, gedib hansısa məhsullar alıb, başlayıb bunları istifadə eləməyə ki, daha yaxşı olsun. Tam tərsinə olaraq olan qalan tüklərində... Qaş düzəldən yerdə vurub gözünü də çıxarıb. Yəni, müalicə alan zaman həkimin müalicəsini dəqiq almaq və düzgün aparmaq lazımdır. Alopesiya xəstəliyi 3 aya, 6 aya, 5 aya müalicə olmur. Təbii ki. Mən buradan bunu səsləndirirəm. Yəni, o dazlaşmış şəkillərdən söhbət gedir. Yəni, bu, lap olsun ocaqlı tökülmə. Ocaqlı, lap 3-5 yerdən tökülübsə saç. Doktor, 3-5 yerdən tökülür, sonra tamamilə başı əhatə eləyirdi o tökülmə. Təbii ki. Yəni, proses yavaş-yavaş başlayır. Proses var, orada xəstə tüklər var. O xəstə tüklər təbii ki, töküləcək. Onu heç nə ilə saxlamaq mümkün deyil. Bəzən xəstələr gələndə mən deyirəm, bugün gəlmişsiniz, bu saçınızda bu qədər tökülmə var. Sabah buradan başqa tüklər tökülə bilər. O demək deyil ki, siz müalicə aldınız, saçınız töküldü. O xəstə tüklər ki var, təbii ki, onlar töküləcək. Rənglər, boyalar, istər-istəməz işlətdiyimiz gündəlik fenlər, orqanizm müqaviməti normal deyilsə, təbii ki, burada saçlar
zəifləyib tökülə bilər. Doktor, indi ən çox bilirsiniz nə sual yazırlar. Hal-hazırda TikTok üzərindən də canlı yayımımız davam edir. Qaynar xəttimiz 055-254-0106-ya da suallar gəlir. Ən çox izləyicilərimiz yazır ki, doktor bir vitamin desin, o vitamini içək, saç tökülməmiz dayansın. Siz hamınız fərqlisiniz. Sizin hamınızın orqanizmi individualdır. Biz buradan həm preparat adı çəkə bilmərik, dərman adı çəkə bilmərik. Yəni bu doğru deyil. Və eyni zamanda da siz hətta bir ailədə iki bacı qardaşın belə orqanizmi eyni deyil. Sizə lazım olan vitamin, o birisi məsələn bacınızda daha artığı ilə ola bilər. Ona görə diqqətli olun bu mövzulara. Çox maraqlı sualdır və bu sual sosial şəbəkələrdə də insanların oradan alıb istifadə etdiyi məhsulları da mən buradan elə bu məqama toxunam. Buyurun doktor. Baxın, siz xəstələr gəlib ki, biz çox gözəl müalicə alırdıq. Müalicə zamanı anam internetdə bir dərman gördü, uşağımın dərisinə çəkib, uşağımın dərisi yanır. Çox bərbad haldadır. Təbii ki, biz müdaxilə eləyirik, qarşısını almağa çalışırıq, amma o alınan sosial şəbəkələr üzərindən alınan məhsullar sənin orqanizman üçün yetərli deyilsə, allergik həssaslıq da ola bilər, müəyyən problemlər də yarada bilər. Baxın, maskalardan çox istifadə edirlər. Yox, əgər bir dəridə səpkilər varsa, qızartı varsa, xəstə bəzən onu görmür. Alır müəyyən maskalardan, müəyyən serumlardan, müəyyən yuyucu vasitələr olsun, ya hər hansı bir balzam, gel, nə isə istifadə etməyə çalışır ki, daha gözəl saçı olsun. Amma o dəridən xəbəri yoxdur. Saçın dərisini biz mikroskopik müayinə zamanı baxırıq və o saçın dərisinə aid olan o müayinələr keçəndən sonra biz onu tətbiq eləyə bilirik. Amma xəstələr nə edir? Bunları alırlar, çəkilməmişsin. Qətiyyən olmaz. Dəmirovlar bugün çox yayğındır və sebariyalar da çoxdur. Alopesiyadan danışdıq, sebariyadan danışmasaq olmaz. Təbii, sebariya ilə də bağlı çox sual gəlir bizə. Bəli, sebariya ilə bağlı mən onu deyərdim ki, kiçik yaşlarından sebariya yarana bilir. Bugün yaşlı nəsil də müraciət eləyir. Məsələn, dünən gələn 85 yaşı var, deyir, başımda güclü qaşınma var, saçımın dərisi yanır, özümü rahat hiss eləmirəm, qaşınmam var. Bəzən daxili orqanlardan da gələ bilir, amma illərlə qabıq, kəpək, sebariya olan xəstələrdə yaşlı olduğu zaman burada quru sebariya daha çox yaranır və o quruluq və qaşınma xəstələri çox narahat edir. Hətta bizim bir xəstəmiz var idi ki, uzun müddət Amerikada müalicə almışdı, qızı orada yaşayırdı. Dərisi o qədər qızartılı, yağlı, bərbad haldaydı ki, düzdür, şükürlər olsun, o yaşlı xanım idi, bizdə onun müalicəsi çox uğurlu getdi. Hətta dəfələrlə neçə ölkələrdə olub, nə qədər müalicə almışdı. Belə xəstələrimiz çoxdur. Amma yəni qeyd etmək istəyirəm ki... Gözümüzün qarşısında baş verib, hamısı doktor. Haralardan gəlməyiblər məhz, gözəl nəticələr əldə eləyiblər sayənizdə. Amma onu demək istəyirəm ki, düzgün yanaşma. Təbii, düzgün. Problemin kökünü tapmaq. Sırf dərinin birinci müalicəsini aparmadan orada effekt almaq mümkün deyil. Mən təşəkkür edirəm Məlaət xanıma ki, bax, bugün bu mövzunu məhz belə açır sizin üçün və hal-hazırda sual yazan izləyicilərimiz də var. Demək olar ki, doktor elə müzakirə boyu, mövzu boyu sizin suallarınızı cavablamış olur. Birazdan suallarınızı səsləndirəcəm, amma istəyirəm doktorun nömrələrini bir daha xatırladım. 051-388-70-70, 012-541-70-70, hər an zəng vura bilərsiniz, suallarınızı doktora şəxsən də ünvanlaya bilərsiniz. Mövzumuz davam edəcək, amma qısa aradan sonra diqqətiniz bizdə olsun. Məlahət Qəhrəmanovadır. Bir daha salamlayıram sizi, doktor. Təşəkkür edirəm. Və doktor, elə veriliş boyu və reklam arası da izləyicilərimizin suallarını cavablandırdı. Sağ olsun. TikTok üzərindən canlı yayımımız bilirsiniz ki, aktivdir, davam edir. Hər an suallarınızı da interaktiv şəkildə bizə göndərə bilərsiniz. Necə ki, hal-hazırda yüzlərlə izləyici öz suallarını səsləndirir. Doktorumuz cavabladı bəzilərini və ən çox bizə verilən suallar əsnasında bir ümumi şəkildə bir sual təyin etdim. Deməli, saçında, dərisində, sebariyadan, yəni kəpəkdən əziyyət çəkən, yağlılıqdan əziyyət çəkən insanlar var. Və bunun səbəbini, bunun müalicəsi olub-olmadığını soruşurlar. Doktor, istəyirəm bu məqama da bir toxunaq. Baxın, sebariya çox yayğın bir xəstəlikdir.
bayaq qeyd etdiyim kimi kiçik yaşlı uşaqlardan ta yaşlı nəslə qədər davam edən bir xəstəlikdir. Ən çox da yeniyetməlik dövründə, keçid dövründə uşaqlarda daha çox rast gəlinir. Bəzən valideynlər buna diqqət ayırmır. Xəstədə çünki o zaman çox vaxt saç tökülmür. Dəridə yağlılıq olur, kəpək olur, sızanaqlar olur. Məsələn, göstərək 20-25 yaşında cavan oğlanlarda sinə nahiyəsində, sinənin tüklü hissəsində yağlılıq, kəpəyin olması müşahidə olunur. Saqqal nahiyəsində, üz nahiyəsində yağlılıq, kəpək və saç diblərində. Bəzən insanlar daha çox üz nahiyəsini, dərini sağaltmaq üçün cəhd eləyirlər və yağlılığı, o dəridən elə bir girən ki, elə bir saat yağ vurmusan, elə bir krem vurmusan, bütün yağlı görünür. Belə dərilər uzun müddət onlar aknelərdən, prişik, səpki kimi müalicə alırlar. Əslində bu səpki akne deyil. Əgər bayaq qeyd etdiyim ki, baş nahiyəsində, sinə nahiyəsində, qoltuq altı, tüklü nahiyələrdə bu proses varsa, mütləq burada sevariyanın tam müalicəsi getməlidir. Burada qida rasionu da önəmlidir, təmiz hava, düzgün yuxu və sevariyanın müalicəsi də uzun müddətlidir. Sevariya da tez bir zamanda müalicə olunan xəstəlik deyil. Ona görə də sevariyası olan xəstələr uzun müddət müalicə və düzgün müalicə seçməlidir. Əgər xəstədə kiçik yaşlarından bu proses başlayırsa, dəridə zədələnmələr olur və uzun müddət 6 ay, 8 ay, 1 il belə müalicə alırlar, onlar effekt görmürlər. Üz nahiyəsini müalicə tək edir, nəticə yox. Niyə? Çünki saçla paralel o müalicə getməlidir. Saç dibində olan yağlılıq, kəpək, üzdə olan və bədəndə olan bütün onlar paralel müalicə alınmadıqda, yəni nəticə istənilən olmur. Ona görə də o keçici olmaqla, irsi faktorlarla yanaşı, həmçinin də orqanizmin daxili orqanlarının da burada rolu böyükdür. Mədə, bağırsaq, həzm sistemi orqanlarının sağlam olması burada mütləq şərtdir. Vitamin balansının normal olması mütləq şərtdir. Və gigiyenik qaydalara əməl olunmursa, düzgün istifadə olunmursa gigiyenik qaydalar, baxın saçımızı hər gün darıyırıq, darağı qoyub tez tələsirik, çıxıb gedirik. Amma bu daraqlar vaxtında yuyulmalıdır. Balış üzü təmizlənmə, tez-tez yuyulmalıdır. Bunların gigiyenik qaydalara riayət olunmadıqda bu xəstəlik daha çox yaygın ola bilir. Evdə bir neçə ailə üzvündə də ola bilir. Göbələklərin də artması, saç dibində olan qabıq, kəpək, göbələk xəstəlikləri özü də saçda, üzdə tökülmələri yarada bilir. Ona görə burada profilaktika və gigiyenik qaydalar çox önəmlidir. Mən hamıya can sağlıq arzulayıram. Bilirəm, verilişimizin yekunudur. Amma çalışın, həmişə müalicədə diqqətli olun və qida rasionu daha zəngin, daha vitaminlə zəngin, natural qidalara üstünlük verin. Natural qidalar olmadıqda sintetik dərmanlarla, medikamentoz müalicə ilə yüklənəndə qaraciyər lazımı cavabı verə bilmir. Dəyərli məsləhətləriniz üçün təşəkkür edirik və bir daha söyleyeyim ki, hal-hazırda studiyamızın dəyərli həkim qonağı Məlahət Qəhrəmanova, Nərgiz Tibb Mərkəzinin baş həkimi, tibb elmləri doktoru. Doktorla əlaqə nömrələrini xatırladım, bir daha ekranlarda da görürsünüz. 051 388 70 70 və şəhər nömrəsi 012 541 70 70. Nərgiz Tibb Mərkəzinin ünvanını soruşanlar üçün Sabit Rəhman küçəsi 11 Bakıda TQDK-nın yanında yerləşir. Bir daha təşəkkürlər Məlahət xanım. İnşallah növbəti görüşədək sizinlə deyirəm, amma proqramımız da